Gece saatları idi. Gülşən xanımdan bir mesaj gəldi ki, bəs Ümid müəllim haqqında yaza bilərsinizmi? Mən heç bir an keçdi, bir neçə dəqiqə keçdi. Mən düşünmədən dedim, əlbəttə yaza bilərəm. Ümid müəllimi mən düşünəndə mənim ağzıma səmimi bir dostluq gəlir. Ümid müəllimlə məni tanış eləmişdi. Bizim bir ortaq dostumuz Özbəkistandan Şöhrət Barlat jurnalı. O bir gün öz gözəl xanımı ilə və qızı ilə mənimlə görüşdülər, iş yerində oldular və onun xanımı bildirdi ki, mənim şeirlərimi sevir. İnanın, o qədər qürurlandım ki, və Umud müəllimə ümumiyyətlə mənim ruhumda verdiyim dəyər, qiymət daha çox həmən anda başladı. Ona kimi mən Umud müəllimi tanıyırdım. Təbii bir ictimai xadim kimi, təbii gözəl işlərin sahibi kimi, bir QHT-nin sədri kimi və bu vətəndə payı olan oğlanlardan biri kimi, əsl Azərbaycan kişilərindən biri kimi. Ancaq o gündən sonra o ailəyə qarşı mənim ürəyimdə bir sevgi yarandı. Deyim, təkcə Umud müəllim qardaşımıza deyil, onun xanımına, onun qızına, bir insanın çox fəallığı ola bilər, o ictimai xadim də ola bilər, o bir bəlkə qəhrəman da ola bilər, amma bir insan ailəsinin içərisində öz nurunu buraxıbsa və onun xalqımızın insanlarına bir sevgi yaranıbdırsa, bəli, əsl sevginin işığı demək həmən ailədədir. Öz ailəsində sevgisinin, ruhunun işığını başqa insanlara yaya bilən insanlar əsl qəhrəmanlardır, əsl dahilərdir. Mənim nəzərimdə, mənim ruhumda. Əziz Umud müəllim, sizin ömrünüzün bəlkə də deyim, çiçəklənən bir dövrü, mən belə deyirəm. Sizə mən ancaq adınız kimi umutlu illər arzulayıram. Zaten ömrü verən Allahdır, ömrü yazan Allahdır. Bax, bu yazılı ömrünüzün sağlıqla, huzurla dolu keçməsini arzulayıram. Hər zaman sevin, sevilin, qurun, yaradın, ətrafınızda gözəl insanlar olsun. Allah xalqımızı, millətimizi, dövlətimizi, bütün Türk dünyamızı